Cəmaatın ağzı torba deyək yığılsın. Ana, bizi niyə psixoloqa aparmamısan? Videonuzu çəkmişdim. Biz Almanı uçadıq ki, biz alırsın. Uşaq vaxtı kudil deyə bir şey var idi. Bu. Sənin mərmədən baxan yaşın. Özü çox təriflədim. Söz danışıram, mən sözümü kəsdim. Yəni biz Milli Məclisdə falan deyirik, hamımız oturaq sakit duraq. Siz Allah bunu oxuyun da. Mən Azərbaycan Respublikasının vətəndaşıyam. Allah sizə bir də psixoloqlara düşürtməsin. Mindset-ə nə yerdədir? Yoxdur ümumiyyətlə, olan baş işləmir. Все. Hər kəs salam. Salam guys, necəsiniz? Salam. Biz bugün sizinlə nə edəcəyik? Bizim son videomuz var. Instagramda paylaşdım. Hansı ki, indi onu bura qoyacağam. Ayana deyib ki, Ayan sənə düşbərə bişirim. Amma ətimiz yoxdur. Ayan sənə mən bir şey başında başlayır. Fatimə də üzərinə götürüb ki, mən ətli olduğum üçün məndən bəhs eləyirlər də, yəni. Neyse, biz bu videoda dalaşmışıq. Bəziləri bizim dalaşmamızı hoqqa bilib və bizə tərbiyəsiz yerə qoyublar ki, yəni bunlar niyə ailələrin yanında dalaşırlar, ümumiyyətlə birbirlərinə niyə dalaşırlar? Bu arada yəni uşaqlıqda da 10 ilin falan videosundan əvvəlin videosu. Nəysə, biz də bizə gələn yorumları oxuyacağıq. Görək siz nə düşünürsünüz bu barədə? Başlayırıq. Birinci xoşa gəldiyi sözü oxuya bilərəm. Sən etiketlədim. Nata xanım yazıb ki, uşaq sakit olur deyirlər, maldır, aktiv olur deyirlər, həyasızdır, işgüzar olur deyirlər, elə bil arvad. Amma həmçinin nəsə deyir, cəmaatın ağzı torba deyək yığılsın. Takışdı elə belə yaxşıdır diribaş. Çıxanda. Gələcəkdə heç kim yaz gözlə baxa bilmə. Yəni gözlə, baxa bilmə. Dostlar, mən biraz problemim var. Benim oğlum sakattır. Danışa bilmirəm. Nəysə, həqiqətən çox qəşəng yorumdur. Ayan da bunu sabitləyib. Nəysə, indi o birinə gedim, utandım. Yəni gözlə baxa bilmə. Bunu oxuyur. Fatimə aşkım, Fatimə yazıb ki, özümü istəməm, Belqrad stolu kimi istəyirəm. Üstəbə əsəbləşdi. Getdi Fatimə söz dedi. Nəysə, o da ki, bacım Fatiməyə nəsə əsəbləşdi ki, ay Fatimə, bəs Ayana belə eləyəndə yaxşı idi. Ona görə getdi sözünü dedi, sonra Fatimə də onun qəş ağzını payın verdi. Mən həyatımda ilk və tək dəfə sizin videonuzu çəkmişdim, yəni. Həmişə mənim videomu çəkirdilər, tərbiyəsizlər, utanmazlar. Nəysə, mən oxuyuram, ver. Sən oxuya bilmirsən, sus artıq. Bir sus be, bir sus be. Səndə qəşəng yorumlar yoxdur, məndə hamısı entrika kaosuydu. Montaj, şantaj, entrika, kaos. Bunlar nə yeyiblər, bala, it kimi hürürlər, bala, sən saxla. Nə deməkdir? Xala, şeydir bu, xala həmlə mərmər daşından baxan. Xala, cidden, yəni bizəncə mənim nənəmin də sosial media hesabı var, yəni baxıb eləyir də bizlə takibləşir, amma durub kiminsə nəvəsinə belə şeylər yazmır. Görürsən? Qəçər yazır. Eynən. Görür kimi şeylər yazmır, qoyarsan. Yazır. Nənəm şeylərə yazır o. Mənəm bilə yazmışdı. Mənim nənəmin, ana nənəmin, öpərəm nənə səni burada. Ən sevdiyi sütlətlər. Görək mən fake səhifəmə baxaq görək. Fake səhifə. Ayan dostlardan ha. Birazdan diva qonağımızda gəlir. Hə, birazdan studiyamıza qonaq gələcək. Biri gələcəyin xanımları, anaları da oturub görür. Anamın üstünə oturub görürdü. Xalam video çəkirdi, Fatimə maması. Mamam da oradan gülürdü, tırqalırdı. Çünki çox gülməli bir tema var. Hamısı yazıb ki, şeydir bəs. Bizim mamamız olsa bizi çırpardı, nem ayağının altına salardı falan. Həqiqətən də biz çox döyülmüşük. Özdə döyüləndə məsələn bacımdan tezə mən döyülməmişdi də. Mamam üçümüz döyəndə Fatimənin alırdı ayağının altına, onu da döyürdü. Xalam çimdikləyəndə hamını çimdikləyirdi. Nənəm gildə qalanda bizə həmişə gecə hiç gülməyi tuturdu. Xalam gəldi həmişə bir dənə vururdu bizə ki, çox qəşəng bir atmosfer olur. Hansı ki, nənəm gildə qalanda yerdə falan yer salırlar. Hamı belə çox qəşəng mehribancasına bitişik belə yatır. Həmin vaxtı biz çox gülürdük, amma mamam gildə yatmaq istəyirdilər normal olaraq. Sonra bizi qəşəng belə çimdikləyirdilər.
Həqiqətən üncüz atmış eləyirdilər hə. Fatimənin bunlarla çox belə travması var. Türkiyənin hər sokağında Fatimə burulub. Mosmor gəzir. Nəysə. O biri qız uşağı nə həyatı səsinlə götürdüyü, nə uca böyüdürəm. Rusiyada heç kim deyə bilməz ki, qız dərimin səsi gəlir. Allah eləməsin ki, belə səslər çıxsın. Axırına da məscid işarəsi qoyub. Yəni Nə işarəsi? məscid emojisi qoyub. Burada çox gözəl dostumuz belə bir şey yazmış ki, yəqin laldılar. Allah eləməz. O da yazmış Allah. Yəni biz siz necə? Uşağından səs çıxmaz deyən belə bir şey yoxdur. Yəni uşaq anadan gələndə belə onu vururlar ki, səsi çıxsın. Yəni tema budur ki, uşaqdan səs çıxmaz. Uşaq. Adı üstündədir yəni. Yəni məsələn biz indi 20 mənim 20 yaşım var da, yəni Aya'nın 19, Fatimənin 16. Yəni siz indi çöldə qışqıraraq danışmırıq, ya yaxud da nəsə problemimiz olanda çöldə bağır danışan dava eləmirik. Evə gedib problemlərimizi eləyik. Belə də ki, o bizim dava elədiyimiz video öz rayondakı öz həyətimizdir. Öz evimizin həyətidir. Orada bizdən başqa heç kim yoxdur. Nəysə sağ olun. Çox danışır. Bu neçə vaxt kameralara falan danışmır deyə ürəyi doludur. Mən YouTube açmaq istəyirəm. Mənim bacım gecə oturur, gic-gic bütün hamının kanallarına baxır. Xoşdur belə vloqlara baxmağı. Gələcəyin həyasız gelinləri. Kim Alisa evi yıxıldı. Mən yazdım ki, valla bizdən evlənib bəxtəvər olar. Alma. Please almayın bizi, xahiş edirəm. Almayın. Özdə ki, almaq nədir? Biz almanı uçadıq ki, biz alırız. Sataq biz Qurban Bayramında sataq. Sidəyəm. Sən uşağa da qalmamışıq. Uşağı da bizdən uzaq Sən tut. Allah gəlib bizi tapıb eləyər. Bizi biraz şey. Tiqanlikdən başqa bir şey deyil bu. Qaraçı kimi qışqırmaq falan. Burada gülməli nə var görəsən? Kemerimde içine azarım olsun. Arkasında kemer bağlı. Eşit sen Allah. Sen yazıya çekmenle. Gülməli deyil, gülmə aşkım. Yəni hər hansısa bir fikir bildirmə məcburiyyətində deyilsən. Bir fikir bildirə bilərsən, amma siqan nəticəsi. Siqan özünsən. Ki, indi bu nə videoydu ki? Mənim də qabağım mənasız videolar çıxanda deyirəm bu nə videodur, mən baxdım. Amma girib yorum yazmıram. Çünki heç kim məni məcbur eləmir bu videoya baxmağa. Məcbur edə bilər, Fatimə edə bilər ki, bax buraya. Onu Fatimə deyə bilərəm ki, bunu mən niyə baxdım? Amma videonun paylaşımını yazmaq mənasızdır. Videoda 400 mindən çox izlənib. 400 mindən çox. Yazıb ki, bunlara yaxşı kəmər lazımdır. Neçənci əsrdəyik? Uşağıq biz. Yəni okey biz döymüşük, eləmişik bəzi səfərlərdə. Amma biz orada söymürük, bir-birimizə əl qol atmırıq, heç bir şey eləmirik. Həqarət eləmirik və yaxud da böyüklərə heç bir şey demirik. Biz orada sadəcə amma öz əsəbini boşaldır, sakitləşir. Yəni bu da normal haldır. Mən belə düşünürəm ki, yəni mən psixoloq deyiləm, sadəcə qıraqdan bir fikir bildirmək istəyirəm ki, məncə belə yorum yazanlar sizdən çox tənha uşaqlıq keçiriblər. Çünki yəni biz böyük bir ailəyik həqiqətən də. Yəni deyək bunlara üzrlü sayın bir yer dəyişikliyi oldu. Mən ümumiyyətlə düşünürəm, bu cür rəylər yazanlar uşaq vaxtı çox ağzından vurulanlar olub. Nə mənada ağzından vurulanlar, yenə deyirəm, biz də döyülmüşük, amma biz durduq yerdə döyülməmişik. Bu elədiyimiz cidden səhv olsaydı, inanın ki, mamalarımız bizə döymədən, elə bir dənə gözü bərəltsələr bizə bəs idi. Çünki həqiqətən yəni mamamız üçün əlimiz əsmirdi, o söz yox, amma qorxurduq, çəkinirdik. Yəni bunu hamımız üçümüzdə çəkinmişik. Yəni bunu deyənlər məncə hər danışanda, hər fikirlərini bildirəndə, özlərini ifadə edəndə çox sakit yox. Onu demək istəyirəm ki, məncə bunlar hər özlərini ifadə etməyə çalışanda bunların ağzından vurublar. Onun üçün biz burada məsələn dalaşmışıq, hisslərimizi bir-birimizə ötürmüşük. Bu da bundan acığına gəlib ki, bunlar niyə belə danışa biliblər? Mən elə düşünürəm. Və bunu da demək istəyirəm ki, əgər biz o vaxt dalaşmasaydıq, bizim o içimizdəki hisslər yığılacaqdı, biz böyüyəcəkdik, bizim düşüncələrimiz dəyişəcəkdi və bəlkə də bir-birimizə kin olacaqdı, bu qədər yaxın ola bilməyəcəkdik. Yəni biz hala qızı yox, həqiqətən bacı kimiyik də, yəni. Yəni nənəm bildi böyümüşük demək ola bilər. Hətta Fatimə ilə biz də ayaq çox dalaşırdı uşaq vaxtı. Bunun ilə ən böyük səbəbi mən idim. Həmişə ortalığı qarışdırıb qıraqda duranlar da oldu. Amma Fatimə ilə Fatimə ilə uşaqdan biz daha yaxın olmuşuq da. Yəni ayam bizim necə mama uşağı oldu. Mamadan ayrılmadıq. Mən bunu oxumaq istəyirəm. Vay, necə həyasız qızlar, aqressiv. Sonra deyirlər uşaqlar məktəbdə niyə belə hoqqalar çıxardılar? Hoqqada davadır. Bizim vaxtımızda məktəbdə belə hoqqalar çıxartmırdılar. Vallahi indikilər pislərsə Vallahi yəni indi bu dəqiqə məktəbdə uşaq vuran var. Öz böyüklərinin yanında bunu edənlər baş belə olmazlar. Böyükdilər, görürlər öz övladlarının pis yanını çəkib paylaşırlar. Ha bu arada elə biliblər ki, videonu paylaşan valideyndir, uşaqlar da indi uşaqlardır. Amma bilmirlər ki, mən həqiqətən özüm orada izah edirəm ki, o uşaqlardan bu videonu paylaşan o uşaqlardan biridir. Yəni mənəm. Nəysə, burada eləşən insanların hər birinin psixoloqa ehtiyacı var. Hoqqa dedikləri davadır. İkincisi isə bizim ailəmiz yəni biz Milli Məclisdə falan deyirik, hamımız oturaq sakit duraq. Demişik, gülmüşük. Bu da bizim üçün çox maraqlı bir xatirə olub. Bir də nə demək istəyirəm, məktəb şeyə gələndə günün bu gündə görürsüz biz bu dəqiqə hal-hazırda şəhərdəyik. Şəhərdə durub saçmaşıq girmirik. Və bunu uşaq vaxtıda. Həqiqətən şəhərin ortasında biz dalaşmamışıq.
Türkiyədə dalaşmışam. Türkiyədə də var. Eynən, biz çox dalaşmışam. O da bizə heç İstədiyimiz qədər siqan ola bilərdi orada məncə. Yazmış diyorum. siqan yazıblar bizə. Oxudum. Sigan. Siqan mənə. Nəysə, bir şey demək istəyirəm. Hə, çox əsəmət olun. Bunların gələcəyi nə olacaq? Ya şu an çox yaxşı yerlərdəyik Şuşala, yəni. Yəni mən ən azından mutluyam şu anki həyatımda. Mən cidden çox sakitəm. Həqiqətən. Heç vaxt dava tərəfdarı olmamışam. Psixolojim həmişə çox. Düzdür, bunlar çox dalaşırlar, onu heç də deyə bilmərəm. Amma mən həmişə sakit biri olmuşam. Demirəm. Özünü çox təriflədin. Nazcığım. Nəysə. Hardan bax. Salam. Hamı evində dalaşır, bundan daha betər olur. Amma hamı sosial şəbəkəyə qoymamalıdır da. Sosial şəbəkəyə düzəlsə sizə görə qoymamaq lazımdır. Sizin kimi Sinçilərə görə. Amma yəni Onlara baxanda sadəcə gülürük. Uşaqlığımızı yadımıza salıb gülürük. Ya bu bizim çox xoşdur. bir də ki mən səhifəmi gündəlik kimi istifadə edirəm. Məsələn mən xoş xatirələrimi ora qoyuram, deyirəm, gülürəm. Söz elə belə fərqli hə. Yəni mən oranı qoymuşam, biz sabah birsin 10 il. Bu məsələn 10 il əvvəlin videosudur. 10 il sonra da məsələn biz bu videoya baxıb təzədən güləcəyik. Yəni yenə deyirlər, burada sosial mediada paylaşmaq lazımdır. Sosial mediada ilişkiləri paylaşırlar. Durub heç kim onlara heç nə yazmır. Yəni uşaqların dalaşması mı belə gözə batdı, bu qədər incitdi, bu qədər problem yaratdı, aktual bir məsələyə çevrildi. Burada yəni hamı həqiqətən özəl bir aristokrat nəslindən olublar. Hamısı Elizabetin nəsli, Sultan Selim'in. Hə, yadıma düşdü. Nəysə də yəni ki, elə bir ki, bunların ailələrində heç dava-dalaş olmayıb. Yenə deyirəm, olsalar da belə bunların böyütmüş ağızlarından vurublar ki, sus, böyükdür, qız uşağın səsi çıxmaz, qız uşağı belə elə. Qız uşağın o qədər sıxıblar ki, gələcəkdə bizdən bundan ailə quranda nə desələr bunun susacaq da. Heç ailə qurmağı da keçdim. Yəni qız uşağı universitetə gedir, işə də gedir də. Eynən. Yəni ortama düşür də. Orada bir kimsə buna səhv eləsə, bunlar öncə deyəcək ki, hə biz o susub oturmalıyıq. Yəni eynən bu insan haqqını tələb eləyə bilməyəcək. Yəni düz olduğu yerdə də deyəcək ki, mən susmalıyam mütləq. Yəni siz hal-hazırdakı belə insanların çoxu belə valideynlərdən gəlir, düz deyə. Hərənin böyütmə şəkli fərqlidir. Biz ona heç nə deyə bilmərik, amma siz də bizə deyə bilməlisiniz. Biz Hə, söz danışıram, mən sözümü kəsirsiniz. Hə, onu deməyə çalışıram ki, amma biz hər zaman öyrədilik ki, haqqımızı tələb eləyin. Yəni biz belə böyümüşük. Davam eləyək. Əsəbləşirəm buna görə. Bunu çəkib paylaşan nə deyib çəkib paylaşıb? Bu gülməli deyil. Elə dövrə gəlmişik ki, ağlamalı günümüzə gülürük. İki qızın davasını paylaşmaq xoş deyil. Hə hamımız bacımızla, qardaşımızla uşaq vaxtı dava etmişik. Bu normaldır, amma bu onu normal bir hadisə kimi çəkib paylaşmaq doğru deyil. Yenə də deyirik. Yəni bizə görə doğru olan sizə görə səhv ola bilər, sizə görə səhv olan bizə görə doğru ola bilər. Yəni çox kasırsız elə bir, çox belə abartısız. Videoda deyin, gülün, keçin. Nə əlaqəniz uzadırsınız. Yazmayın. Ya da yazın. Uzaqdan yorumunuzu oxuyacaq. Güləcək. Bloğa qoyacaq, bir abrona sığacaqsınız. Yəni qınaq nöqtəsi ümid edirəm bu dəfə siz olarsınız. Siz Allah bunu oxuyum da. Uşaq dəli kimi çığırır, valideynin vecinə deyil. Sonra zırıldayacaq ki, övladım məni saymır. Ya tutaq ki, video təzənin videosudur. Valideyni biz sizin içinə vaxt saymarıq. Valideyn gözün bərədə, valideyn qışqıraq oturan biz oturmuruq. Onu da sabah birsin deyə bilərlər. deyib gülür. Biz niyə nəyi saymamalıyıq ki? Bizə şərait yaradan zaten valideyndir. Valideyn yəni mən qışqırmaq olsaydı bu söhbət bu qədər uzanmazdı. O videoda gülən bizim mamamızdır. Buradan şeydir, müxbir kimi video götürən şey çəkəndə xalandı. Hamıya belə danışır. Elə jurnalist falan. Müəllimə də yəni psixologiyada oxuyur da müəllimə, pedaqoqdular. Nəysə mənim Yüksək vəzifəli bir insan. Azərbaycanca 9 nömrəli 9 nömrəli məktəbin zavutu Sevda Əsgərova. Direktor müavini sorry. Rus dili sözünü yox. Xahiş edirəm. Hə. İkisi deyim ki, görən zavut sözünün mənası nədir? Direktor müavini. Direktor. direktor. 18. Valideyn. Hə. O səhifəsini bağlayıb qaz. Sizi paylaşıb izləyəcəyik, biz bilmirsiniz. Screen var. Mən öyle demişdim. Bir dəqiqə, indi bunu oxuyum sizə anlatayım. Bir yazıb ki, mən şəxsən icazə vermirəm uşaqlarımın bu tonda danışmağa. Qəti səhv anlamayın, pis niyyətlə yazmıram. Heç pis niyyətlə yazmırsan abla. Qız uşağı nədir? Böyüklərin içində belə qışqırıb danışmaq nədir? Psixoloq aparın, düzələcəklər. Mənim qızımda da azmaz var idi. Vaxtında psixoloq seanslarına apardım, faydasını da gördüm. Sevgi ilə böyüməlidir uşaqlar. Belə qışqırmağa gələcəkləri hara gedir? Böyük kiçik yeri bilməlidir. Yəni də məsləhət sizin Allah sağ olsun. Çox sağ olun. Allah sizin də balanızı saxlasın. Allah sizi bir də psixoloqlara düşürtməsin. Çox sağ olun.
Amma ehtiyac yox idi inan ki, yəni hər otoqop psixoloqa aparmır uşaqlar. Siz elə bilirsiniz, psixoloqa gedən hər adam psixoloqa gedən hər adam düzəlir? Yox. Həqiqətən bizim o qədər maraqlı uşaqlığımız olub ki, heç bizim elə şeylərə ehtiyacımız olmayıb da. Biz çox qəşəng uşaqlıq keçirmişik, elə üçümüz. Yəni bizim psixoloqa heç vaxt ehtiyacımız olmayıb, şükür Allah, indi də yoxdur. Mən var. Hadi siz var. Oy, bunların səsinə bax. Bunların gələcəyi, mən yazdım ki, oy da bunların gələcəyi nə olacaq? Bunların axtarına gedir. Uşaqları psixoloqa göndərin. Məncə də kaş biz psixoloqa gedərdik. Mamam görüntülü zəng eləyir. Ana, bizi niyə psixoloqa aparmamısan? Kafedə oturmuşuq. Videosuna cavab ver. Bizi niyə psixoloqa aparmamısan? Aparardım. Psikolog aparsaydım o sizi ayırmıştı. Şimdi siz hepimiz ayrı ayrıyız. YouTube'a salam denən. YouTube salam. O da sənə salam deyir. Yəni çox dərin söhbətlər edirik burada. Çok da derine getmeyin. Bir yazıb ki, bunlar böyüyəndə çox mehriban olacaqlar. Sevdim bu qızları. Cidden oldu. Elə. Əlimdə olsa gedib qızları cıraram ey Allah haqq. Bunu yazanda 45. Tam arıq qızdı, yarıq qızdı. Ayan onlar dirdir. Niyə izlədik ki bunu? Məcbur eləməmişik. Keç. İnşallah qardaşları yoxdur. Yoxsa gəlində yandı. Qardaşımız var. Mənim 2 dənə var özdə. Qardaşımız var. Qardaşımızla aramız çox yaxşıdır və qardaşım. Gəlinliklə bilmirəm necə olacaq yalandan. Ümid vermək istəmirəm. Gətirəcəyi gəlindən alsın. Ümid vermək istəmirəm. Yenə şübhən ola bilərəm ona qarşı. Bir yeniyetmə olaraq deyə bilərəm ki, normal hadisədir bu. Bir-birlərinə qarşı indidən hörmətsizlik edirlər, dinləmirlər və sonrasında heç bir şey olmamış kimi mehribanlaşırlar. Mübahisə edərkən cidden siz nə edirsiniz? Heç kimlə dalaşmırsınız. Dalaşandan sonra da belə ümumiyyətlə şey ayırırsınız yollarınızı. Yəni nə deməkdir? Siz necə evli insanlar belə dalaşıb barışırlar. Neynəsə ham boşansın. Bilmirəm, bu da düşüncədir. Sizin psixoloqa ehtiyacınız var. Bir yazıb ki, Fatimənin alınqanlıq bərabərdir Ali Rıza bəy. Düz deyil. İndi düzəlmişəm. Hər şey çox alınırdı. Çünki bir dəqiqə, bax, indi dönüşəcəm o yorumlayıcılara. Siz məni orada ətli butlu olduğuma görə zorbalayanda mən əlbəttə ki alınacaqdım. Siz indi quru çabalınızda mən nə edə bilərəm? Masum davalar olub da həmişə bizdə. Yəni Mən travma almışam. Nə yəni masum? Kəs bunu mütləq danışmalıyam. Bu bilmirəm, uşaq vaxtı kudil deyə bir şey var idi. Bu Elə bir ki sözü heç. Qızlar Azərbaycan danışıb. Fatimə bir tutmamış da uşaq vaxtı bunu. Biz Fatimə ilə məzələnirdik. Niyə? Faktik məqdəyəndə işte bilir ki, bunun adını çəkir. Vso. Fatimə heç əsəbləşirdi. Elə tuturdu ki, biz bundan danışırıq. dilini çox danışıram. Bir dəfə öz adımı bilirdi. Mən siz danışırdınız. Mən indinin də tuta bilmirəm o kod dilini. Çox danışa bilmirəm. Başa düşürəm. Başa düşürəm. Ya şey, Başa da mən bilirəm. Amma heç Rusca başa düşürəm amma danışmıram. Samneniya nə deməkdir? Kamni? Biz həqiqətən çox xoşbəxtik. İndi də şu an çox xoşbəxtik. Belə arada görüşürük, eləyirik. orada həftə 8-9 bir yerdəyik bu arada. Sıxılır. Tema qalmayıb danışmağa. Bayaq inanırsız görüşdük, danışmağa tema tapmadıq. Allah yedik dur. Bir də ki, yəni Fatimə abituriyentdir deyə biz çox hələ vaxt deyib görüşə bilmirik. Hazırlıqlar var deyə normal olaraq. Görüşə bilmirik. Siz görüşürük bu arada. Demək olar ki, yəni hər həftə xırdalan adamlar gedir, gəlir ki. Mənim uşağım səsini qaldırar. Mən də icazə verim, oturun baxım günah böyükdədir. Heç demək istəmirəm. Şöyle yazıb o gün bir oğlan deyir ən sevdiyim şey qız davasına baxmaqdır. İşte mən də sevdim o. Uşağım belə etsə, mənim uşağım belə etməz deyənlərin uşaqları kənarda nələr edir? Come on. Düz deyir. Çox qəşəng. Gedin öz evinizdəkilərə biraz nəzarət edin. Xəbərdar olun. Bəli, xəbərdar olun. Sonra gəlin həqiqətən də insanların həyatına fikir bildirin. Yəni siz necə bəzi uşaqlar çıxır, uzun, gəlirlər yuxarı qaldırırlar. Yəni biz elə uşaq olmamışıq. Biz necə hissələyik? Davanı sakitləşdirən oğlan tab məni. Bu arada Salam uşaqlar. salam uşaqlar. Şəhla bayaq mənə yazmışdı ki, ala bilər, amma üstündə 2 dənə də bonus var, amma çox raspotudular. Emin yəni özü çox bahalı uşaq. Bəli, çox pahalı uşaqdır. Maşallah, çox şirindir. Üstü qabaqda Dişi qırıqdır. Anaların verdiyi tərbiyə ilə buradan görülür. Bu qızların axırı klub diskolar olacaq. Belə analardan nə övlad çıxacaq? Sənan nə yazıb? Sənan isə yazıb ki, o dediyin qızların indi 20 yaşları var. Mənim 19 yaşım var. Onların axırı yazıb ki, onların axırı sənin indiki vaxtından parlaqdır. Limansız gəmi, limansız atdan xət gəmi, atdan xət end. Analarımızı niyə söz atırsan? Sən kimsən? Sən kim köpək? 2 əkiz qızlarım var, 16 yaşlarında. Özüm də müəlliməyəm. Nə şagirdlərim, qızlarım mənim ailəm və qohum əqrabamın yanında bu cür qeyri-etik davranışlarına, qaydalarına uyğun olaraq hərəkət etməsələr, günah onları da yopuq. Deməli mənim atdığım tərbiyə, siz necə müəlliməsən belə bu yazı, yəni bir yaşdakı uşaq daha yaxşı.
Ruski satır belə yazmır. Nədir? Bu cür səs tonuna qaldırdı nədir? Bu cür davranış hərəkətlər normal. Başa düşmürəm. Bir neçəsi də yazıb buna qız uşağından belə səs. Qız uşağı sizin üçün nədir? Yəni oğlan danışmalıdır ancaq, oğlan qışqırmalıdır, oğlan dava eləməlidir. Elə sonra da deyirsiz ki, ay Allah, oğlumuzun qabağını alamırıq. Oğlumuz gedir cəmaatın qızını bədbəxt eləyir. Onu bunu durur, onun bunun ağzını qırıb polisə düşür. Şükür Allaha. Yəni bizim də qardaşımız var, biz də görürük. Oğlan uşağı necə böyüyür, qız uşağı necə böyüyür. O qədər artıq qız uşaqlarını dediyiniz hansı yox, qız uşağı sözü altında qızları o qədər sıxışdırırsınız və artıq o qədər fikrinizi qızların üstünə yönləndirmisiniz ki, öz oğullarınızdan, yəni oğul övladlarınızdan xəbəriniz yoxdur. Yəni həqiqətən siz əgər biraz oğlan uşaqlarınızı, biraz çəki düzən versəz, biraz onları yığışdırsaz, onlara normal düzgün tərbiyə versəz, bu gün bəlkə də hər halda Azərbaycan daha yaxşı bir yer ola bilərdi. Necə gözəllik. Dən poz verin. Çox gülməlidir ki, düşdüyü evləri yandıracaqlar. Biri durub bunların ağzına vurur ki, nəysə. Ev, düşəcək ev nə qədər cümlədir. Məsələn, mənim düşəcəyim ev kimi niyə maraqlandırsın? Məni maraqlandırır, ailəmi maraqlandırır. Heç məni tanımayan insan niyə durub mənə komment atsın? Mən həqiqətən, məsələn, qınadığım videolar qarşıma çıxanda həqiqətən yorum atmıram. Mən də oxumuram. Mənim yorum atdıqlarım yəni yaxşı şeylərə. Mən də Bəlkə ancaq mən müsbət rəylər bildirirəm. durub kimisə həyatına, ay bu nədir, bu nə geyimdir, bu nə hərəkətdir, bu nə. Sonra deyirlər ki, məsələn, səhifəniz açıqdırsa bütün yorumlara açıq olmaz. Yorumlara açığam mən. Olsam, açıq olmasam silərdim. Həmçində bağlaya da bilərdim. Nə var ki? Bunları oxuyan izin elə. Bilirsiniz, əgər normal rəylər bildirsəz, əsla yəni bizim vecimizə olmaz. Amma siz artıq durub bizim klublarda gəzməyimizdən tutun, nə bilim, ailə tərbiyəmiz yeri gəlmişdi, nə qədər söyüşlər yazmışlar. Heç onları əlbəttə çox oxumuram. Amma bizim tərbiyəmiz icazə vermir, buna el vermir. Amma həqiqətən, yəni onlara biraz artıq olur. Yəni biraz abartı. Bu rəyləri yazanda fikirləşməlisiniz ki, biz də hələ uşağıq. Yəni 20 yaşımız olsa da biz də hələ uşağıq. Yəni bəlkə də həqiqətən bizim psixologimiz zəifdir. Belə bunlar bizi daha pis edə bilər. Bəlkə də cidden də həqiqətən bacım düz deyir. Bəlkə də mənim psixologiyam pis olsaydı, bəlkə mən səhifəmi yəni bağlaya da bilərdim ki, hər şeydə mən video paylaşmıram, insanlar məni bu qədər qınayır və s. belə var. Yəni çox sağ olsun bəzi insanlar yaxşı yorumlar da yazıb bizim tərəfimizi tutdular. Gəldi, diva gəldi. Həqiqətən çox oxşuyur evdə. Salam, salam. İnsanlardan biri də sən. Bəli, bayaq demiş ki, yəqin qızınız laldı, onu sana yaz. Bəli. Onu nə düşünüb yazdı, necə ağlıma gəldi? Bədahətən. Özdə sənə rus sektorda, yəni ağlıma gəlibsə böyük bir şeydir. Azərbaycan danışa bilmir. Ay bir şey yazmışdı, mən Azərbaycan vətəndaşı olaraq. Azərbaycan Respublikasının vətəndaşıyam. Bu uşaqların gələcəyinə çox güvənirəm, həqiqi mənada özlərini qəşəng ifadə edəcək və müdafiə edəcəklər. Təbii ki, bu formada deyil. Yox, formada deyil təbii ki. Daha adekvat formada, amma bu yaşlarında bu şəkildə müdafiə etmələr tamamilə normaldır. Sağ olun. Yəni biz yaşımızda heç bir söz altında qalmırıq. Bəli. Tank altında qalaram, altında qalmaram. Güzel yazıblar. Görək Sənan bəy bu yorumlara nə reaksiya verir? Sənan bəy, siz nə düşünürsünüz? Sizcə bu yorum yazanların, yəni mindset-ə nə yerdədir? Yoxdur ümumiyyətlə, olan baş işləmir. Yəni zarafatsız. Nə düşündün? Yəni gördüyüm videonu nə düşündün? Mən sizin Dəriyəz paylaşmışdı əvvəl, orada görmüşdüm. Lap əvvəl birinci. Amma diyor normal videoda uşaqlar yəni gülüb keçmək, heç komment yazmaq yazır, qəşəng komment. Ağzına gələn niyə yazsın? Mən də belə söymüşəm bəzilər. Ağzınızı gələn yazsa, Sənan da görsə ağzını açıb bilmir. Necə ondan da 5 betər. İnci bir xala yazıb ki, sənin mərmərdən baxan yaşın. Sən burada nə işin var? Nəysə, belə. Çox fara da. Bir də oradakilərin çox orada nə tema bitdiyini anlamamışlar hələ də. Nə üstündə tema oldu. Mən sonra danışmıyorum. Biabır olmağa hazırsınızlar. Deməli, bizim Onu mən bu demirdim. gözlə. Bizim anamız Ucarlıdır. Biz tez-tez gedirdik uşaq vaxtı Ucar. Evlənmədən əvvəl. Evlənmədən əvvəl Ucarlıydı. Biz indi Zəngilandadılar, nə? Ucarı saymır orada. Hə. Şeydə biz tez-tez gedirdik Ucara. Bir dəfə də qurban, nəsə də yenə tətil ərəfəsi getmiş Ucara, qutab bişirirlər, qarın qutabı. Qayıtdı ki, bəs ət satmırdı. İşte qutarıb bir içdən qutabı xəmir qalmışdı, ət satmırdı da yəni. Ət satmırdı. Biz ayan da baxdı Fatiməyə ki, hə, ət satmır. Elə deyil söhbət. Söhbət elə deyil. Bizim xəmirimiz qalmışdı. Dedi ki, düşbələ eləyək. Falan orada düşbələ dedi. Videoda düşbələ idi. Ola bilər, amma qutab idi məncə. Tabii ki. Nəysə də, opşunda xəmirimiz var idi, ətimiz yox idi. Part kişi gəldi. Dedim var idi. Stolu götürüb qaldı. Hə, nəsə Fatimə deyir ki, siz mən tərəfə baxırsınız. Yəni demək istəyirsiniz ki, mən ətliyəm. Şeydə bəs, hə, mən Ağlamağa. Bunu dedi başladı ağlamağa ki, siz mənə nə demək istəyirsiniz? Görürsüz də nə qədər psixologiyanı pozmusunuz ki, ürəyim. Nəysə. Hə, başladılar bunlar dalaşmağa. Sonra mən orada stolumu götürüb gedən qız mənəm.
Hə, orada stomu götürüb qaçsın bunun üstünə ki, bəs sən mənim bacımla TikTok çəkəndə ol. Niyə dedim, mən deməyəcəm. Sən mənim bacım TikTok çəkəndə olur və sonra Fatma başladı. TikTok onu özdən Japonca çevir eləyib. O qədər şeylik. Hə, orada da qayıdıb bir sən demişdin, deməli sən demişdin ki, çəkir onu çəkir. Həqiqətən mən demişdim. Mən deyim, biz necə? Dayan ürəyimdə ol. Mən bunların arasını qızışdırmağı çox sevirdim də. Dəhşət. Bunlar dalaşırdılar, mən oturub baxırdım. Həqiqətən bundan keyif alırdım da. Bilmirəm niyə, amma kaosla bəslənirdim uşaq vaxtı. Və heç nə bu qədər. Təşəkkürlər. Təşəkkür. Bu arada o TikTok çəkmək temasında, yəni elə bir şey yoxdur guys. Nə yox, mən psixologiyam alt üst eləmişdim. Mən necə anlatmışdım? Nənə gildə qapını çox üzr istəyirəm ifadə verirəm. Zom mən deyildim ki, demə TikToka çəkim video. Bir dəqiqə. Bu TikTok hansında olub? Çöldə belə evdə deyim. Bu arada bu iki bacı, mən qorxucularına əsla baxmırdım. O vaxtlar indi baxıram da amma. Hə, o vaxt qorxucularına falan çox baxa bilmirdim. Qorxurdum. Bunlar da 4 yaş balacaydı, mən normal olaraq. Nəsə bunlar baxıb verirdilər. Nəsə orada da bizim kənddə o ucarda demirlər ev. Orada da bir dənə aslında tuvaletin içindən belə dualar bitərdi. Allah haqq, o tuvaletin eynisindən idi. Bizdə də bu dolu olanda məcbur ora getmək lazım idi. Biz də getmişdik ora. Fatimə qorxurdu. Birinci Ayan girdi. Mən də dedim ki, Fatimə gəl Ayanı videoya çək. Orada da bizə necə idi? Tuvaletin başlığında mən demişdim də, bəs bayaqdan nə deyirəm? Mən də çıxdı. Sonra bunlar dava elədilər. Amma bu dava onun bir gün əvvəli idi də. Yəni ondan sonra çox da belə böyük dava olmamışdı. Hə, nəysə. Çox qəşəng anlarımız var. Həqiqətən biz onları yada salaraq gülürük, heç bir şey eləmirik. nəysə, sonra həm bu da ev falan. O ev mən qorxuculara baxdım. İndi qorxaq uşaq idim. Əvvəl çox qorxurdum. İndi belə olmama baxmayın. Hə, nəysə. Bunlar iki bacı birləşirdilər, məni qorxuzurdular ki, oradakı ev dabbədəki evdə, orada cinlər var. Ora biraz gedəndən sonra adam ölür, oraya yaxınlaşsan, sən də nə edəcəksən falan. Sizcə burada mənim psixologiyamı pozan kimdir? Sonlandırdıq videonu dostlar. Biz sonra xına videosunu paylaşdıq. Biz uşaq vaxtı Fatimə xına yaxırdıq. Səndən deyək Ayan hazır ol. Yeni linçlər gəlir. Bəli, bəli. Sənə deyim ki, yeni kreativ yorumları hazırlar səndə. Nəysə, Bu arada biz həmin bu xına videosunu gedib evə təzədən canlandıracağıq. Dedim də sizə, mən oturacağam, mənim başımda akışda deyəcəksiniz. Sən də həmin o cilvə ilə deyəcəksən o akışdan yaz. bu cür Mənim canım bir gəlmişim. Nəysə dostlar, bu qədər dedik, güldük, əyləndik. Hamı öz həyatına burnun sosunu xahiş edirəm, başqasının həyatına burnun sosunu. Əlaqələn maraqlanın. Nə demək istəyirik? Məni Instagramdan izləyə bilərsiniz. 7000 az qalıb. 7000 olmamışıq. 7000 az qalıb. Çox təşəkkür edirəm. Çox yaxşı takipçilər gəldi. Bəli, linçlər sayəsində böyüdük. Video axırı izlədiyiniz üçün və bizim mənasız söhbətlərimizə qulaq asdığınız üçün çox təşəkkür edirəm. Çox mənalı idi. Ya məsələn dab belə evimiz sizə bilmirəm nə qədər maraqlıcılar gəlməz, amma danışdıqca mənim gözüm qabağına gəlir o evlər. Saç o vaxtdan mən uşaqlıqdan vlog çəkərdim. Çox maraqlı uşaqlığımız var idi. Tabii bir dəfə Sidin altıya baxırdıq, neçəsi var idi. Ayşə gəldi ki, otağa gördüm mən rəngim ağarım. Başladı bizi sövməyə, uşağı nəyə baxıb durur. Mən deyirəm də qorxurdum o vaxt kinolara baxmaqdan. Bunlar Ən dostlar videosuna görə baxdığınız üçün çox təşəkkür edirik. Abunə olmağı və Instagramdan məni də izləməyi, Məni də takip edin. TikTokunda qoyuram, TikTokları. Səmanova. İzləyin də bu da Nəysə, öpürəm sizi.